Baba belə bir də mərkəzdə qapı düşünək. Bəli. Düzdür. Görürsünüz, belə Bəli. ortadan xətt çəkdim. Bəli. Bu tərəfdə deyək ki, rəhbərlikdir. Bu tərəfdə deyək ki, əməkdaşdır. Və rəhbər əməkdaşa belə yüngül mübahisə yaranır. Okey. Rəhbər də sözünü belə deyək də, o qətiləşdirəndə, sözü keçəndə və yaxud da əməkdaş da keçəndə kənar ortama keçəndə, başqa adamların yanında, üçüncü şəxsin yanında həmişə bir də bir narahatçılıq var. O gedir kənarda deyir, gördün, ağzı nə idi eləməsin, hünəri nə idi eləməsin. Bax, bunu çox vaxt əməkdaş, müdür də əməkdaşa yaşatmaq istəmir ki, o niyə mənim haqqımda bu sözü deməlidir. Burada bu egoların da toqquşması var. Azərbaycanda da maşallah olsun, egolar qanad açıb uçur demirəm, amma yeriyir. Yəni həm yeriyə bilir, həm də uça bilir də. Yəni çox pik həddədir, çox azdır elə bir idarəçilər ki, biz deyək ki, bu səbirli adamdır. Necə eləyək bu, necə tənzimləyək, necə fərqindəlik yaransın? Burada yeriməkdən yox, elə uçmaqdan da aşardım ki, ego qeyri-adi bir şey deyil. Ego öz ana xarakterindən çıxmadı. Yəni necə? Tutaq ki, rəhbər sakit tipdədir və rəhbər introvertdir, aqressiyası yoxdur, anlaşılandır, empatiyası pikdədir. Onun keçmiş təcrübəsi nə baş verir? Keçmiş təcrübəsi deyir ki, belə olmaq olmaz. Neynəməlisən? Artıq yeni bir sən yaratmalısan ki, aqressiv olmalıdır, qaşlar aşağı olmalıdır, sərt olmalıdır, idarə etməz. Bu yanlışdır. Ona görə birinci başlayanda emosional zəkadan başladım ki, yəni əgər bir rəhbərin emosional zəkası yüksəkdirsə, artıq bu problemlərin heç biri ola bilməz. Onun egosuna ehtiyacı olmayacaq. Niyə? Rəhbər işçi qışqırsa belə, işçi səsini qaldırsa belə, rəhbərin sakitliyi artıq ortamı həll eləyəcək. Yəni rəhbər fərqində olduğu üçün, özünü, hisslərini idarə etdiyi üçün, yəni sakit insan, belə deyək, hisslərinə hakim olan insan ortamı idarə edir. Ən sadə qanundur. Hisslərinə və düşüncələrinə hakim olan insan ortamı idarə edir. O görə burada da bu rəhbər bu şəxs olmalıdır. Amma bura olmaq üçün də bunu həmin o rəhbər bura fərqindəliklə gəlməlidir. Emosional zəkası üzərində çalışmalıdır. Mən az öncə bildirdim yenə